Bəli dostlar, yeni bir video ilə qarşınızdayım. Bildiyiniz kimi bu videoda mən Zayroya suallar verəcəm. Zayro da onları cavablamaya çalışacaq. Bəli dostlar, mən də buradayam. Bu serinin davamı üçün 10 like gözləyirik. Videomuza keçmədən öncə bu cür videonun davamı üçün kanalıma abunə olub videoya like atmayı unutmayın. Və ekrana gələn mənim kanalıma da abunə olmayı unutmayın. Bu arada indi siz sıxılmayın deyə buradan Brawl TV-ni açacağam. İndi siz buradan bunu izləyirsiniz. Bir qulağınızda bizdə olacaq. Biz də suallarımızı Zayroya deyirik. İlk sualımızdan başlayaq. Başlayaq. Zayro adı qoymağında məqsədi nə idi? Bu yəni bilmirəm. Açıqcası mən Brawl Stars'a başlayanda adım Laz idi. Sonra dəyişdim. Laz Kopat olub. Sonra onu dəyişdim. Lazım videolarına görə Tomar 753 qoydum. 4 il o adı daşıdım. Sonra gördüm ki, bağla ücretsiz dəyişdirmə gəlib. Elə Zayro adını da rastgele qoydum. Hə. İkinci sualımıza keçirik. YouTube'a niyə başladın? YouTube'a başlamamın ən böyük səbəbi uzun videoların çox izlənməsini görmək və əsas da o plaketi almaq idi. Sonradan bu həvəs daha da şey oldu və ən böyük hədəf kreator olmağa çevrildi. Aha. Bu maç qutardı, indi keçək. O azı avtomatik olur. Üçüncü sualımız ən böyük hədəfin nə idi? Ən böyük ikinci hədəfim sualda dedim Supercell kreator olmaq. Dördüncü sualımız ailən nə deyir YouTuber olmağa? Yəni elə də bir problem yoxdur, yəni amma elə də çox dərinliyində bilmirlər yəni. 5. Neçə yaşındasan? 16. 16. Yaxşı. 6. Əsl adın nədir? Onu da çox nəfər bilir. 7. Yeni klub açmaq istəyirsənmi? Yeni klub açmaq istəyirsənmi? Yəni bu klubun adı biraz pis gəlir mənə. Zəqətəyəm. Ona görə açmaq olar. CZK adında bir klub açmaq istəyirəm. 8-ci sualımıza gəldik dostlar. 8. İzləyicilərimizdən gizlədiyin ən böyük sir nə olub? Bu vaxtı 4000 abuneli hesabımda hesab çəkilişidir. Dedim ki, qazananı bir hesabı da bu hesabı qazanan birinə verəcəm. Onda da glitchlə danışmışdıq. Dedim ki, yorum yaz, başqa hesabına sənə verəcəm, sonra qaytararsan, amma 500 abunə olanda ciddi. O barədə məndə də olub. Amma ciddi 500 abunədə hesab çəkilişi eləyəsin. 8 yox, 9-cu sualdayıq artıq. Brawl Stars'a nə qədər pul vurmusan? Yəni indi çox adam deyəsdi ki, bu hesabın ən az bir 10-15 manat qiyməti var, amma mən indi heç kim Brawl Stars'a pul vurmamışam. Mən də heç vurmamışam. Bravl'a başqa oyun ona bu 3 altın kostyum. Ay o 2 dənəymiş. İndi isə keçirik əsas sualımıza, 10-cu suala. Sevgilin varmı? İndiyə kimi bir dəfə də olmayıb. Amma bilmirəm, ilərdə olarmı, olmazmı? Olacaq. Məncə. Neysə dostlar, Brawl TV-dən də çıxıram. Videomuz bu qədər idi. Bu cür videonun davamı üçün kanalıma abunə olub, videoya like atmayı unutmayın. Buradan da Zayro'nun kanalına abunə olmağı unutmayın. Hələlik dostlar, sağ olun.